Aşura günü baş vermiş ikinci hadisə, bu çox kədərli hadisədir, qəmli hadisədir. Bu, İmam Hüseyin radiyallahu anh'ın şəhid olduğu gündür. Kərbalada şəhid olduğu gündür. Əvvəla qeyd edək ki, İmam Hüseyin radiyallahu anh'a bəşəriyyətin ən xeyirlisi, ən fəzilətlisi olan Muhammed sallallahu aleyhi və sələmin nəvəsidir. Həmçinin ən fəzilətli, cənnətin səbirsizliyi ilə gözlədiyi, Harun Musaya yaxın olduğu kimi Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxın olan, İslamı ilk əvvəl qəbul etmiş 4 Raşidi xəlifədən biri olan Əli ibn Əbi Talib radiyallahu anh'ın oğludur. Xüsusilə qeyd edək ki, həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin ciyər parəsi, ən çox sevdiyi və cənnətin 4 fəzilətli qadınından biri Fatimə radiyallahu anh'ın oğludur. Həsən və Hüseyin radiyallahu anh'a Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox sevdiyi nəvələridir. Peyğəmbər sallallahu aleyhi və səlləm dəfələrlə onları tərif edib. Hədislərin birində buyurur ki, Həsən və Hüseyin mənim reyhan qoxulu nəvələrimdir. Digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Həsən və Hüseyin radiyallahu anh'a nəvələrin nəvəsidir. Yenə bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Həsən və Hüseyni sevən məni sevmiş olar, Həsən və Hüseynə nifrət etmiş olan mənə nifrət etmiş olar. Yenə bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Həsən və Hüseyni sevən kimsəni Allah sevər. Yenə bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahım, mən Həsən və Hüseyni sevirəm, sən də onları sev və onları sevən hər kəsi sev. Bu iki sahabənin barəsində hədislər, fəzilətinə dair hədislər çoxdur. Bu hədislərdən xüsusilə onların cənnət əhlindən olması özü də ələl-xüsus cənnət cavanlarının ən hörmətlisi olmasıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Həsən və Hüseyin cənnət cavanlarının ən hörmətlisi olacaq. Yalnız istisnadır kim? Gənclər, cavanlardan İsa və Yahya aleyhissalatu vesselam. Sonda bir hədislə bu böyük sahabə barədə olan söhbətimə son verəcəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hələ Hüseyin radiyallahu anhuma uşaq ikən qucağında otuzdurub onu oxşayır, başından öpür, qucaqlayır, əzizləyir. Hüseyin radiyallahu anh həmin vaxtı 4-5 yaşı olur. Elə bu vaxt Cəbrail aleyhissalam gəlir. Cəbrail aleyhissalam gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləmin görür, deyir, ey Muhammed, sən bu uşağı çox sevirsən. Rasulullah sallallahu aleyhi və səlləm deyir, bəli. Deyir, təəssüf ki, sənin ümmətindən bir toplum müsəlman onu qətlə yetirəcək. Qırmızı torpaqda, diqqət edin, hədis səhih hədisdir. Bir çox müəddislər bu hədisi rəvayət edib, Şeyx Albani rahiməhullah hədisin mötəbər olduğunu deyib. Qırmızı torpaqda və mühəddislər, bu hədisi izah eləyən mühəddislər deyir ki, bu qırmızı torpaq